Salam, mövzumuz həndəsənin əsas anlayışları. 130 dərəcəyə bərabər ABC bucağının tərəfləridir. İlk öncə 130 dərəcəli ABC bucağını çəkirəm və arasındakı BD şurası keçirmişdi. Bir BD şurası keçirdim. Bir ABD və DBC bucaqlarının tənbələnlərinin əmələ gətirdiyi bucaq. ABD-nin və DBC-nin tənbələni çəkirəm. Tənbələn bucağı iki bərabər hissəyə bölür. Bura alfadırsa, burada olacaq alfa. Bura betadırsa, burada olacaq məndə beta. Onda ümumi bucağımı tapsam, 2 alfa 2 beta var. Elir 2 alfa üstə gəlsin beta bərabərdir 130-a. Mənə də qalır alfa üstə gəl beta. Vurma yerini dəyişəndə olacaq bölmə. 132-yə böləndə eləyir 65. Məndən bu tənbələnlər arasında qalan bucağı istəyir. Cavabım olacaq elə 65 D variantı. Bir qonşu bucaqların cəmi onların fərqindən 5 dəfə böyükdür. Mən bilirəm ki, qonşu bucaqlarımın cəmi 180 dərəcəyə bərabərdir. Cəmi onlar fərqindən 5 dəfə böyükdür deyirsə, 180-i bölürəm 5-ə, alıram ki 36. Deməli, qonşu bucaqlarımın fərqi də 36 dərəcədir. Tənliklər sistemi etsəm, betanın biri mənfidir, biri müsbətdir. 6 toplayıram. Alfanın üstünə alfa gələndə 2 alfa. Əksizdən cəmi mənə verdi 0. 180 üstə 36 gələndə 216. Vurma yerini dəyişir, bölmə olur. 216-nı 2-yə böləndə düşür 108. Alfa 108-dirsə, gətirib yerinə qoymaqla tapa bilərəm ki, betam da 72-dir. Mənə deyir ki, kiçik bucağın böyük bucağı olan nisbətini tap. Kiçik bucağım 72, böyük bucağım 108. 36-ya ixtisar etsəm 72-ni 36-ya böləndə 2, 108 36-ya böləndə 3. Cavabım 3-dür 2. C variantı. Daha sonra uyğun tərəfləri paralel olan bucaqların nisbəti 3, 5-dir. Bu bucaqların fərqini tapın. 3, 5 nisbətindədirsə, onda yazıram. 3x üstə gəlinsin 5x bərabərdir 180-ə. 8x bərabərdir 180-ə. X də bərabərdir 180-i 8-ə böləndə 16, 20-nin içində deməli. 2 dəfə 22 tam. Onda 5 alıram. Mənə bu bucaqların fərqini istəyir. Yəni 3x-dan 5x-in fərqini. 5x-dan 3x-i çıxanda məndə qalacaq 2x. X-im 22 tam onda 5-dir. 2-ni də vuram 22 tam onda 5-ə. Cavab alacaq 45. 3-də A variantıdır. 4-də 2 düz xəttin kəsişməsindən əmələ gətirən 2 bucağın cəmi 222-dir. Bunlar qonşu bucaqlar olsaydı, əlbəttə ki, cəmləri 180 olardı. Deməli, bu qarşılıqlı bucaqdır. Qarşılıqlı bucaqların bir-birinə bərabərdir. Onda 224-ü böləcəm 2-yə, eləcək 112. Deməli, bir bucağın 112-dir. Digər əlbəttə 112-dir, çünki qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Mənim digər bucağı istəyirsə, yanına qonşu olan bucağı. Qonşu bucaqların cəmi 180 dərəcə olduğuna görə 180 dərəcədən 112 dərəcəni çıxacam. Qalacaq məndə 68 dərəcə. B variantı. 5-ci sualdır. Uzunluğu 30 cm olan parça 3 müxtəlif hissəyə ayrılmışdır. Deməli, uzunluğu 30 cm olan parçam 3 müxtəlif hissəyə böldüm. Ortadakı parça 8 cm-dir. Ortadakı parçam 8 cm-dir. Və kənar parçaların ortaları arasındakı məsafəni istəyir. Kənar parçaların ortaları arasındakı məsafə istəyirsə, onda bunu 2 bərabər hissə bilir. Bura x-dirsə, burada x-dir. Bura y-dirsə, burada y-dir. Parçanın ümumi uzunluğunun 30 cm olduğunu bilirəm. Orta hissəm 8 cm-sə, kənarlarım burada 2 dənə x var, burada 2 y. Deməli, 2 vurulsun x üstə gəlin y-im. Ümumi 30 idi. 8-i buradasa 30-dan 8 çıxanda qalır 22. Ümumi kənarda qalanların cəmi 22 olmalıdır. Onda x üstə gəlir y-i da 22-ni 2-yə böləndə alıram ki 11-dir. Mənə kənar parçanın ortalar arasındakı məsafəni, buradan bura olan ümumi məsafəni istəyir. Burada bir dənə x-im var, bir y-im var, bir də 8-im var. X y-nin cəminin 11 olduğunu tapdım. Burada 8-dir. 11-in də üstü 8 gələndə edir cavab 19. Cavab Y variantı. Bir A və B bir-birinə paraleldir. X-i tapın. Burada mən x-ə qonşu olan bucağı tapmaq üçün, bura bir dənə alfa bucağı yazsam, alfa bucağını rahatlıqla taparam. Alfa bucağını tapmaq üçün mən 95 ilə 25-i toplayacağım. 95 dərəcə üstə gəl 25 dərəcə. Toplayanda alıram 120 dərəcə. Deməli, alfa 120 dərəcədirsə, qonşu bucaqların cəmi 180 dərəcədir. 180 dərəcədən də çıxıram 120 dərəcəni, alıram 60 dərəcə. B variantı. 7-ci sual. Məndən burada x bucağını istəyir. X bucağını tapmaq üçün mən 130 ilə 150-ni toplamalıyam.
alınan cavabımdan da 180 çıxmalıyam. 130 ilə 150-ni toplayanda alıram. Deməli 280. 280-dən 180 dərəcəni çıxanda alacağım 100 dərəcə. Cavab B variantı. 7-ci sualda AB-dən kiçik neçə dənə parça var? İlk öncə parçanın düsturunu yazsam, n vurulsun, n çıxılsın 1, bölünsün 2-dir. 5 dənə burada nöqtəm var. N-in yerinə 5 qoysam 5 vurulsun, 5-dən 1 çıxanda 4, böləcəm 2. 5 vurdu, 20, 22-yə böləndə 10. 10 dənə AB ilə daxil olmaqla parça var. Lakin AB-dən kiçik istəyirsə, biri AB-nin öz olduğuna görə ondan da 1 çıxıb, cavabı götürürəm 9. Saat 6:00 varsa, saat əqrəbləri arasındakı bucağı tapın. Buradakı bucağı modulda 11D çıxılsın 60S bölünsün 2 düsturdan tapmaq olar. Lakin burada düstur istifadə etməyə ehtiyac yoxdur. 6:00-da mənim saat əqrəbim 6-nın üzərində, dəqiqə əqrəbim 12-nin üzərində olur. Və burada 180 dərəcəli bucağa mənə gəlir. 10-cu sual. C, D, Y məndə 150 dərəcədir. Məndən də və deyir ki, DC tənböləndir. Tənböləndirsə, bura alfadirsə, burada alfadır. A, O, B-ni soruşur. A, O, B. Bu bucaqdan söhbət gedir. Mən paralellik şərtini istifadə edərək deməli, A, Y və CF xətlərimi uzatsam, buradan CD kəsənini çəksəm, bura 150 dərəcə isə bu ikisi bir-birlə qonşudur. Bura 150 isə 180-dən 150 çıxanda qalır 30 dərəcə. 30 dərəcəni tapdım. Burada olacaq 30 dərəcə. Bura 30 dərəcədirsə, onda tənbölən olduğuna görə burada 30 dərəcə olacaq. Ünlü bucağımın 60 dərəcə olduğunu tapdım. Bura 60 dərəcəsi eyni qayda ilə ümumi 60-dır. Buranın da 60 dərəcə olduğunu tapacağım. Cavab edəcək C variantı. Qonşu bucaqların nisbəti 2/3-dür. Bu bucaqların fərqinin modulunu tapın. Qonşu bucaqların cəmi 180 olduğuna görə 2x üstə gəlsin 3x bərabərdir 180-ə, 5x bərabərdir 180-ə, x da bərabər 185-ə böləndə alıram 36 dərəcə. Bunların fərqini istəyirsə, fərqinin modulunu. Deməli, mən 2x-dan 3x-i çıxsam alacağım x. X-in cavabını olsun tapmışam 36. C. Deməli, daxili çarpaz bucaqlarımın cəmi 180 dərəcə olduğuna görə yazıram ki, burada y üstə gəlinsin, bu desən 55 idi, 55 bərabərdir 180 dərəcəyə, y də bərabər, toplama yerin dəyişəndə çıxmalı. 180-dən çıxıram 55-i, y də bərabər 125-ə, B variantı. COD çıxılsın KOD bucağı 61-dir və digərində fərqinin 53 olduğunu verir. Bizdən COD bucağını istəyir. COD bucağına bir dənə x qoysam, deməli, bura x qoysam, x-dan KOD bucağını çıxıram, 61 alıram. KOD bucağını buradan tapsam, edir x çıx 61. KOD-yi yazıram, x çıx 61. Eyni qaydalarla COK bucağını tapıram ki, x çıxılsın 53-dür. İkinci bərabərliyimdə. Burada görürəm ki, bu məndə tam bucaqdır. Tam bucağının 360 dərəcədir. Yazıram, x üstə gəlinsin, x çıxılsın 53. Üstə gəlsin, x çıxılsın 61 bərabər olmalı 360 dərəcə. X-in üstünə x, 2x üstünə bir dənə x eləyəcək 3x. Çıx 53, çıx 61 eləyəcək 114 bərabər 360 dərəcəyə. 3x bərabər 360-ın üstünə 114 gələndə eləyir 474 dərəcə. Vurma yerin dəyişəndə bölmə olur. 474-ü 3-ə bölsəm, cavab edəcək 158 dərəcə. Bizdən də x, yəni COD bucağını istəyirdi. COD bucağı x-dir. X-in cavabını tapdım 158 dərəcə. Deməli, məndə 30 verib, 75 verib və x-i soruşur. Yenə bizə verilən qaydalardan istifadə etsək, deyə bilərik ki, buradan 30 veribsə, qarşılıqlı bucaqlarımdan burada olacaq məndə 30. 30 ilə x-in cəmi mənə verməlidir 75 dərəcəni. 30 üstə gəlsin x bərabərdir 75-ə, x də bərabərdir 75-dən 30 çıxana qalır 45. A variantı. Daha sonra deyir ki, B deməli 47 dərəcədir, C 140-dır və x-i soruşur. Mənə deyir ki, D1, D2 bir-birinə paraleldir. Paralel şərtinə istifadə edirik.
Bunu uzatanda 140-dirsə, ona qonşu olan bucağım eləyəcək, daha doğrusu 180-dən 140 çıxsam qalacaq 40. Bura olacaq 40 dərəcə. Paralel düz xətlər onu kəsən düz xəttin qaydasından istifadə edirsən. Beta 47-dirsə, burada olacaq 47 dərəcə. Üçbucun daxili bucaqlarının cəmi 180 olmalıdır. Deməli, məndə bura 47 idi. Burada 40 dərəcədir. 47 ilə 40-ın cəmi mənə verir 87-ni. X bucağını tapmaq üçün 180-dən çıxıram 87-ni, alıram 93. B variantı. Şəkildə neçə bucaq var? Bunu parça düsturuna yazıb tapmaq mümkün. En vurusu en çıxılsın 1 bölünsün 2. 1, 2, 3, 4, 5 dənə var. Deməli, məndə nöqtə 5, 5-dən 1 çıxanda 4 bölünsün 2. 5-i 4-ə vuranda 20, 22-yə böləndə cavab düşür 10. B variantı. COD 70'dir. BOY. Məndən buranı istəyir. BOY. Ümumi açıq bucağı var burada. Açıq bucağım 180 dərəcədir. COD-nin 70 olduğunu bilirəmsə, 180-dən 70 çıxanda 110 qalır. Deməli, kənardakı bu bucaqlarım 110 dərəcədir. Və görürəm ki, bunlar tənbülənir. Yəni, bura alfadırsa, burada alfadır, bura betadırsa, burada betadır. Deməli, 2 alfa üstə 2 betdan cəmi mənə 110 dərəcəni verməlidir. Yazıram 2, alfa üstə gəlsin, beta bərabərdir 110 dərəcə. Onda alfa üstə gəl, beta mənə 55 dərəcəni verməlidir. Mənə də bu BO Y bucağını istəyirsə, burada var alfa, beta, bir də 70. Alfa, beta'nın cəmi 55'dir. 55'in də üstünə, deməli, buradakı bu 70'i gəlsəm, eləyəcək cavab 125 dərəcə, yəni C variantı. Şəkildə düz xət üzərində neçə şua var? Şuanın düsturu 2M. 1, 2, 3, 4, 5. 5 nöqtə var. 2-ni vuracağım 5'e. Eləyəcək 10. C variantı. Yolun tərəfləri perpendikulyar olan eyni adlı bucaqlardan söhbət gedirsə, bir bucaq 70 dərəcədirsə, digər bucaq da 70 dərəcə olmalıdır. Tərkiblərdən hansı doğrudur? İxtiyari qonşu bucaqlar bərabərdir. Xeyr, qarşılıqlı bucaqlar bərabərdir. Qonşu bucaqların cəmi 180 dərəcədir. İxtiyari qarşılıqlı bucaqların cəmi 180 dərəcədir. Xeyr, dedim ki, ixtiyari qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. İki iti bucağın cəmi həmişə kör bucaqdır. Xeyr, tutaq ki, məsələn, 20 və 30 dərəcəli iti bucaq götürsəm, cəmi mənə 50-ni verir. İti bucaq ola bilər. Sonra, hər hansı bir nöqtədən sonsuz sayda düz xət keçirmək olar. Cavabım D variantıdır hələ. Y variantına da baxaq, bir açıq bucaq düz bucaqdan kiçikdir. Xeyr, açıq bucaq məndə 180 dərəcədir, düz bucaqda 90 dərəcədir. Əlbəttə, 180 dərəcə 90 dərəcədən kiçik deyil. Bu qədər, sağ olun.